Dostlar, herkese salam. Mən sevdiyim hobilərimdən birini sizinlə bölüşürəm və yenidən öz fərqli çaylarımla sizlərin qarşısındayam. Gördüyünüz kimi kəhliyotu, qızılgül, darçın, badyan və təbii Azərbaycan çayı ilə sizə qəşəng yeni aldığım çaynikdə çay dəmləməyə qərara gəldim. Bunların hamısından bir ovuc əlavə edib qaynar suyu da çayın üzərinə əlavə edirəm və çayı gözəl şam işığında, daha doğrusu şamımı yandırıb dəmlənməyə qoyuram. Paralelində isə sevdiyim xurmaların, daha doğrusu xurma qurusunu doğrayıram və ikisini bir arada sizlərə təqdim edirəm. Həqiqətən də bu xurma quruları ilə bu gözəl çayı içmək bir başqa insana zövq verir. Hələlik görüşənədək.